Mən təəssüf edirəm ki, mənim kimi Heydər Əliyevçi adamlar qalıb qıraqda, Ramiz Mehdiyev kimi Heydər Əliyevə xəyanət edən adamların özü, qohumları, uşaqları böyük vəzifələrdə milyonlar qazanır. Buna çox təəssüflənirəm. Bu sözləri Yeni Sabaha açıqlamasında keçmiş baş prokuror Əli Ömərov deyib. O bildirib ki, Heydər Əliyev ordeni mütləq şəkildə Ramiz Mehdiyevdən alınmalıdır. Mən onun hər orden və medallarını bağışlaya bilərəm. Amma bir orden var ki, onu hökmən Ramiz Mehdiyevdən almaq lazımdır. Vətənə, dövlətə xəyanət, Heydər Əliyevin siyasətinə xəyanət etmək deməkdir. Heydər Əliyev ordeni bu adamda heç cür qala bilməz. Vaxtilə Ramiz Mehdiyevin kostyumundan tutanlar indi ona qarşı söz danışırlar. Mən bunu kişilik hesab etmirəm. İnsanın bir sifəti olar. Çıxın, kişi kimi deyin ki, o vaxt qorxmuşam və buna görə Ramiz Mehdiyevi müdafiə etmişəm. Həmin adamlar vaxtilə növbəyə dururdu ki, görəsən Ramiz Mehdiyev mənə bir salam verəcəkmi? Mənim belə adamlardan zəhləm gedir. Xatırladaq ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvəroğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən Mehdiyev barədə verilən vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 dövlətə xəyanət və 193.1.3.2 cinayət yolu ilə əldə edilmiş əmlaki leqallaşdırma maddələri ilə ittiham edilir.